Sizə önəmli bir mövzu barəsində danışmaq istəyirəm. Əzizlərim, bu bir düsturdur və həyatın, tarixin təcrübəsidir. Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləmə nisbət verilən kəlamda deyilir: İnsanların ən pisi öz axirətini dünyasına satan kəsdir. Ondan da pisi öz axirətini başqasının dünyasına satan kəsdir. Öz axirətini başqasının dünyasına satmaq bilirsiniz nədir? Muaviyyənin oğlu Yezid İmam Hüseyn əleyhissalamdan beyət almaq istədikdə Mədinənin valisi Vəlidə məktub yazdı ki, çağır onu, beyət al, almasa belə-belə elə. İmam Hüseyn əleyhissalam sözsüz ki, bundan imtina etdi. Məclisçisi olan Mərvan ibn Həkəm israr etdi ki, Vəlidə əlinə fürsət düşmüşkən öldür onu. Vəlid isə narahat halda imtina etdi ki, sən nə danışırsan? Mən əlimi belə bir şəxsiyyətin niyə qanla bulayım? Yezid isə sözsüz ki, əl çəkmədi. Bu dəfə Übeydullah ibn Ziyad kimi qəddar, nanəcib adamı təyin etdi. Çünki Übeydullah sıfırdan karyera qurmuşdu, vəzifə artırmaq, zirvəyə çıxmaq istəyirdi. Yezid yenə yazdı ki, beyət etməsə Hüseyn onun işini bitir. Bu Übeydullah isə bu əmrin üstünə bir beşini də qoydu və elə böyük bir fitnə qarışdırdı ki, aləm dəydi bir-birinə. Lakin məsələ tamam deyil. Bu əmr, fərman üzü aşağı getməyə başladıqca şişdikcə şişdi, şişdikcə şişdi. Übeydullah Peyğəmbər sahabəsi Səəd ibn Əbi Vəqqasın oğlu Ömərə dedi ki, rey mülkü sənindir. Hüseynlə döyüş, öldür onu. Əvvəlcə Ömər Səəd istəmirdi. Narahat idi, qorxurdu. Lakin bildi ki, o etməsə dünya malı Şimrə qismət olacaq. Etdi də. Lakin hür ki, İmam Hüseynin qarşısını kəsmişdi, bu məqsədi bildikdə imtina etdi, hətta imama qoşuldu. Yerdə qalan sıravi alçaq adamlar mükafat 5-10 manat pul sadəcə əhsən eşitmək üçün, hətta bir üzük belə qənimət almaq üçün məsələnin üstünə bir 15-ini qoydular. İmam Hüseynin cəsədinin üstündə at çapdılar, barmağını kəsib üzüyünü götürdülər, paltarını soyundurdular əynindən. Hər kəs istəyirdi ki, kəsilmiş başı o daşısın. Qırğın düşmüş ki, kimdə necə kəsilmiş baş var? Gedək mükafat alaq. İndi siz ardıcıllığı görürsünüz, əmr verilir və icrası üçün hər zümrə üstünə nifrətlə onunu qoyur. Axırı nə oldu? Yezid İbn Ziyadı lənətlədi ki, mən belə deməmişdim. Boynundan atmağa çalışdı. İbn Ziyadın başı da getdi, karyerası da getdi, qalan alçaqlar öldürüldü. Ömər Səədə rey qismət olmadı. Yezid də daha biabırçı şeylər edib, çox yaşamadı, öldü getdi. İkinci hadisə İmam Musa Kazım əleyhissalamla bağlıdır. Abbasi xəlifəsi Harun Ər-Rəşid buludlara baxıb deyirdi ki, siz haraya yazsaz, bax oradan çıxan hər nə varsa, bac xəracı mənə çatacaq. Onun bu dünyası İmam Musa Kazım əleyhissalamı maniyə gördü, onu həbsə salıb öldürmək istədi. Lakin bir məmuruna dedi, məmur dedi ki, axı bu adamdan pislik görməmişəm, ibadət edir, mən onun qanına batmaq istəmirəm. Digərinə dedi, o İmam Musa Kazımı yüngül cəzalandırdı. Harun Ər-Rəşid narahat oldu, əsəbləşdi. Məsələ çatdı Sindi bin Şahək kimi namərd məluna. Bu nanəcib adam imamı nəinki ağır şəraitdə həbsə saldı, nəinki onu zəhərləyib şəhid etdi. Hətta cəsədini körpünün üzərində nümayiş etdirdi ki, rafizilərin imamı ölüb. Gəlin baxın, nəticədə illər ötdü, daxili intriqalar şəraitində Sindi aradan götürüldü, özünü də öldürüb körpüdən Dəcləyə atdılar. Fikir verin, hərdən düşünürəm, Sovet dönəminə baxaq. Hər dəfə sual verirdim ki, necə oldu bir Azərbaycanlı başqa bir günahsız Azərbaycanlını edama məhkum edirdi? Nə qədər yazıcılar, şairlər, alimlər, görkəmli şəxsiyyətlər öldürüldü? Nəyin uğrunda? Sovet, kommunizm və sair nəsnələrə xidmət. Axırda bu şəxslər ki, öz həmvətənlərinə, millətinə, xalqına xəyanət etdilər, xain cinayətkar kimi də özləri öldürüldülər. Çünki xəyanət edən bir daha edər. Bəzən sual edilir ki, bir əmələ görə adam əbədi cəhənnəmə necə düşə bilər? Bir günahsız adam öldürməyin cəzası nədir əzizlər? Deyirsiniz ki, edam, yaxud ömürlük həbs cəzası. Bəs 100 günahsız öldürən adamı öldürən şəxsin cəzasını dünyada vermək mümkündürmü? Adam bir xırda səhvlə həyatından ola bilər. Bir seçim, sadəcə bir seçimlə sən bədbəxt ola bilərsən, səadətli də. Nə çox adamlar son anda canlarını cəhənnəmdən xilas edə biliblər. Nə çox adamlar son anda dünyadan da olublar, axirətdən də. Ona görə də tarixdən ibrət almaq lazımdır. Nə qədər ki, özün ibrət olmamısan.